Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə evdə uşaqlarınız üçün hazırlaya biləcəyiniz çox qəşəng və dadlı jelibonlar hazırlayacağım. Bunun üçün bizə lazım olacaq ya evdə hazırlanan kompot da ola bilər və yaxud da alınma soklar da olar. 100 ml sok və üzərinə 15 qram jelatin əlavə edirsiniz. 15 qram da eləyir hardasa 2 xörək qaşığı. Mən 2 cür rəngdən hazırlayıram. Jelatini qatıb belə qarışdırıb qoyuram qırağa. Jelatin şişməlidir. İndi isə eyni ilə qırmızı sokdan da 100 ml əlavə edirəm və 2 xörək qaşığı da jelatin. Bunu da qarışdırıb qoyuram qırağa. Jelatin qatılaşır, bərkiyir. Sonra isə hardasa 30 saniyə qoyursunuz mikrovalnovkada əridirsiniz və yaxud da qaynayan suyun üzərindəki buxarda əritmək olar. Məndə belə formalar var. İndi götürürəm hazırlanan sokdan, əlavə edirəm belə formaların içərisinə. Tam doldururam. Hər iki rəngdən də hazırlayıram. İstədiyiniz formalarda hazırlaya bilərsiniz. Məndə belə silikon formalardır. Ona görə bunlardan rahat çıxır. Bunları da belə hazırlayıram və qoyuram. Xaladenikdə hardasa 2-3 saat, 4 saat belə qalsın, tam bərkisin. Qırmızı sokun içərisinə mən biraz rəng də əlavə etdim ki, daha da qırmızı alınsın rəngi. Siz belə sadə də saxlaya bilərsiniz. Mən hardasa yarım çay qaşığı, bəlkə də ondan biraz az belə rəng əlavə edirəm. Qarışdırıram və bunu da əlavə edirəm silikon qablarının içərisinə. Silikon formanın içərisinə. Baxın, belə 3-4 saat keçdikdən sonra tam bərkiyirlər və yavaş-yavaş çıxartırsınız. Belə bir formalar da alınır. Çox dadlı, asan hazırlanan, evdə ən əsas ilə evdə hazırlanan jelibonlardır. Siz də hazırlayın, uşaqlarınız üçün çox dadlı alınır. Nuş olsun sizə də. Kanalıma abunə olmağı, like qoymağı, şərh yazmağı və mənə dəstək çıxmağı unutmayın. Çox sağ olun.